Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindəyik və bugün Gənclər Liqasının 13-cü turunda Neftçi EFA-nı qəbul edəcək. Artıq komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq Ağqaralardan. Neftçidə qapını 1 Məhdi Həsənov qoruyacaq. 6 komandanın kapitanı Elvin Vəliyev, 2 Rəhman Şirinov, 5 Əmir Fətiyev, 7 Pünhan Qasımzadə, 8 Fatih Əskərzadə, 10 Nicat Məhərrəmov, 10 qonaq komanda EFA-nın heyəti 1 Sübhan İbadov, 8 komandanın kapitanı Toğrul Haqverdiyev, 4 Ramal Abışov, 5 İmran Qaziyev, 6 Dəmirəl Nəsibov, 7 Fərid Quliyev, 10 Nicat Quluzadə, 11 Fuad İsmailov, 23 Ayxan Hüseynov. Fit səslənir və Neftçi EFA oyunu başladı. Komandamıza uğurlar arzulayırıq. Hücuma qoşulub burada Emin toplaydı. Süleymanov Fatihlə oynadı. Ondan qapı qarşısına və gol! Hesab açılır. Oyundan kənar vəziyyətdə yoxdur. Tunar Mehdiyev. Əla hücum izlədiyi Neftçidən sağ cinahdan. Emin burada. Fatihlə oynadı. Təbii ki, oyundan kənar vəziyyət yoxdur. Orada cərimə meydançasında müdafiəçilər gözləyirdilər. Korner yerinə yetirildi. Pünhan ötürmə cərimə meydançasına uzaqlaşdırdılar. İndi əks hücuma çıxmaq alınmadı. Zərbə! Gol! 2-0! Turan Məmmədov 9-cu dəqiqədə. Hesab 2-0 olur. Oyuna əla başlayıb Neftçi. Turan Məmmədov. Turan əla zərbə vurdu və ehtiyatlı olmaq lazımdır. Nicatdan qapı qarşısına və fərqi azalda bilir EFA. Topu qapıdan keçirir. Əmir Fətiyevin ötürməsi bir qədər narahat alınmışdı Kamilə. O da orada topu saxlaya bilmədi. Nicatın ötürməsi yaxşı idi. Dərhal cavab veririk. Dərhal. Goldan sonra mərkəzdən başlayan kimi Neftçi hesabı 3-1 edir. Dubledir. Tunar. İzləyək təkrarını. Rəqib fərqi bir topa indirdikdən sonra dərhal hücum Elvin Vəliyevdən sağ cəbhə ötürmə Emin Süleymanov. Ondan qapı qarşısına və yaxın küncə vurur top. Emin Süleymanov Nicatı gördü, ötürdü topu ora. Başla qarşıladılar. Zərbə olacaqmı? Pünhan Qasımzadə 4-1. 21-ci dəqiqə Neftçi fərqi 3 topa çatdırır. 4-1 olur hesab. Pünhan sol ayaqla əla bir zərbə vurur və fərqi bir qədər də artırır Qasımzadə. İzləyək təkrarına. İmranın uzaqlaşdırdığı top Pünhanın önünə düşür. Elvin də orada topu əslində saxladı Pünhan üçün və Qasımzadə gözləmədən vurur. Tunar ofsaytdadır. Süleymanov baxdı indi ötürmə qapı qarşısına. Tunar və top qapıdan keçir. Bayraq havaya qalxmadı. Gözlədi orada. Artıq müdafiəçilər gəldilər. Oyundan kənar vəziyyəti pozdular və Tunar və bu da Eminlə birgə qol sevincləri. EFA təbii ki 4 topluq fərqdən sonra dəyişikliklər gözlənilən idi. İkinci hissə başladı. Təhlükəli olmuşdu Eminin ötürməsi. Hətta kornerdən qol vura bilərdi. İndi Nicat Məhərrəmov 6-cı qolumuzu vurur. 6-1 olur hesab. Nicat ilk hissədə də qola yaxın idi. Onda da sol ayaqla zərbə vurmuşdu. Bu dəfə isə topu qapıdan keçirir. Top qapıdan keçmədi və burada Nicat sağla indirir, solla vurur. 90 dəqiqə tamam olan kimi maçı bitirir Samir Musayev, oyunun baş hakimi.